Salam müəllimlər. Deməli, bugün mən sizə 9-cu sinif haqqında məlumat verəcəm. Baxaq görək 9-cu sinifdə əsas hissələr nədən ibarətdir. Məqsədim bu formada hazırlamaq həm gözünüz görsün, göz yaddaşında qalsın, həm kitab üzərində başa düşmədiyiniz hissələri bu qayda daha yaxşı anlayasınız, həm də canlı şəkildə qoşulub baxa bilməyənləri nəzərə alaraq bu formada hazırladım ki, göndərin, baxasınız. Deməli, baxırıq mədəniyyət müəssisələri. Bu hissədə əsas nələrə diqqət etməliyik? Mədəniyyət müəssisələri təyinatına görə neçə yerə bölünür? Təbii ki, 3 yerə bölünür. Hansılardır? Mədəni maarifləndirici. Baxırıq görək maarifləndirici müəssisələrimiz hansılardır? Maarifləndirici müəssisələr. Maarifləndirici müəssisələr kitabxana, muzey, park, heyvanxana, istirahət mərkəzləri. Bunlar bizim maarifləndirici müəssisələrdir. Deməli, mədəni maarifləndirici müəssisələr hansılar oldu? Kitabxanadır, istirahət mərkəzləridir, muzeylərdir, parklardır. Biz hansı ki, kitabxanaya gedirik, kitab oxuyuruq, maariflənirik. Muzeylərə gedirik, baxırıq, tanış oluruq, maariflənirik. Parklara gedirik, tanış oluruq, maariflənirik. Heyvanxanalar onun kimi. Yəni, bunlar mədəni maarifləndirici müəssisələr gedir. Və sərgi zalları, qaleriyalar, bunlar sərgi zallarına aiddir. Ancaq götürürük. Sərgi zallarına sərgilər və qaleriyalar aiddir. Bəs teatr baxış müəssisələrinə nələr aiddir? Teatr baxış müəssisələri dedikdə isə hansı ki teatrın özüdür, konsert zallarıdır, sirklərdir. Bunlar isə teatr baxış müəssisələrinə aiddir. Sual verirəm. Mədəniyyət müəssisələri təyinatına görə neçə yerə bölünür? Təbii ki, 3 yerə bölünür. Mədəni maarifləndirici müəssisələr, sərgi zalları, teatr və baxış müəssisələri. Sual verirəm. Muzeylər, parklar, heyvanxanalar, istirahət mərkəzləri bunlar hansına aid oldu? Hansı müəssisələrə? Təbii ki, bizim maarifləndirici müəssisə olduğuna görə mədəni maarifləndirici müəssisələr hesab olunur. Sərgi və qaleriyalar nələrə aiddir? Elə sərgi bizim açar sözümüzdür, sərgi zallarına. Konsert zalları, sirklər, teatrlar nəyə aiddir? Götürəcək teatr baxış müəssisələrinə. Nəzər yetirək, bəs davranış mədəniyyəti deyirik. Bu davranış mədəniyyəti nə olan bir şeydir? Yəni, nə başa düşürük davranış mədəniyyəti dedikdə? Davranış mədəniyyəti, açar sözümüz birgə yaşayış zamanı, insanların birgə yaşayış zamanı əməl edəcəkləri qayda və qanun, birgə yaşayış zamanı əməl ediləcək qayda, qanun və ətrafdakı insanlarla ünsiyyət qurma bacarığı adlanır davranış mədəniyyəti. Davranış mədəniyyəti nə oldu? İnsanların birgə yaşayış zamanı əməl ediləcək qayda, qanun və fərqli şəraitdə ünsiyyət qurma bacarığı adlanır davranış mədəniyyəti. Gəlin davranış normalarına açar sözlərindən baxaq. Düzgünlük. Düzgünlük nə deməkdir? Düzgünlüyün açar sözü, müəllimlər yadınızda saxlayın. Doğru danışmaq, doğrunu sevmək. Nə oldu? Düzgünlük. Yəni, düzgünlüyü görəndə doğru bizim açar sözümüzdür. Bəs səmimilik nədir? Səmimiliyin açar sözü nədir? Təbii ki, səmimilik deyəndə dürüstlük sözünü yadımızda saxlayırıq və hiss və duyğu sözünü yadımızda saxlayırıq. Səmimilik dedikdə nə yadımızda qalır? Dürüstlük, bir də hiss və duyğu. Yəni, səmimilik, dürüstlüyün təzahürüdür. Səmimilik, dürüstlük, səmimilik, dürüstlük. Belə də yadınızda saxlayırsınız. Tələbkarlıq nədir? Tələbkarlıq şəxsiyyətin formalaşmasının göstəricisidir. Yəni, dövrün tələbidir. Şəxsiyyət formalaşır. Tələbkarlığın açar sözü nə oldu? Şəxsiyyətin formalaşması. Özünə tələbkarlıqda isə açar sözümüz öz dünya görüşünün formalaşmasıdır və ləyaqət mənəvi əxlaqi kateqoriyadır. Mənəvi əxlaqi kateqoriya adlanır ləyaqət. Ləyaqət mənəvi əxlaqi kateqoriyadır. Əsas məğzi şəxsiyyətə və özünə hörmətdir. Bu belə. Baxaq, diqqətlilik nədir? Diqqətlilik fikrin, görmənin, eşitmənin kimə nəyəsə yönəldilməsidir. Deməli, diqqətlilik 2 cür ola bilər. Bir, kiməsə, nəyəsə diqqətçil münasibət, qayğıkeş münasibət. Bir də, nəyəsə baxırıq, diqqətlə baxırıq. Bu artıq diqqətlilikdir. Deməli, diqqətlilik fikrin, görmənin, eşitmənin kimə və ya nəyəsə yönəldilməsidir. Qayğıkeşlik dedikdə
bizim açar sözümüz olacaq kömək. Qayğıkeş sözündəki k ilə kömək sözündəki k-nı uyğunlaşdırırıq, elə yadımızda saxlayırıq. Dözümlülüyün açar sözü səbirli olmaq, yəni dözümlülüyün açar sözü səbirli olmaq. Özünü idarə etmək isə soyuqqanlı olmaq deməkdir. Yəni kənardan heç kimin müdaxiləsi olmadan müstəqil şəkildə özü öz işinin öhdəsindən gəlirsə, bu özünü idarə etmədir. Bu belə. Bəs ünsiyyət mədəniyyəti dedikdə nə başa düşürük? Nədir ünsiyyət mədəniyyəti? Ünsiyyət mədəniyyətinin iki xüsusiyyəti var. Bir, ətrafdakı insanların hərəkət və davranışlarını doğru qiymətləndirirsən. Bir də onların fərdi keyfiyyətlərini nəzərə alaraq onlara yanaşırsan. Deməli, sən ünsiyyət qurursan. Qarşındakı insanla ünsiyyət quran zaman qarşındakı insanın sənə qarşı olan davranışını doğru qiymətləndirirsən. Yəni, yanlış qiymətləndirmirsən və onun fərdi xüsusiyyətlərini nəzərə alaraq ona yanaşırsansa, bu sənin ünsiyyət mədəniyyətidir. Ünsiyyət mədəniyyəti davranış mədəniyyətinin bir hissəsi olub, bəs nə zaman özünü göstərir? İnsanlar rəftarda özünü göstərir. Ünsiyyət mədəniyyəti xarakterin həm, belə deyək, müəyyən bir cəhətlərini əhatə edir. Həm hörmətdir, xeyirxahlıqdır, dözümlülükdür, səmimilikdir. Bunları əhatə eləyir. Bəs baxaq görək, xeyirxahlıq nədir? Deməli, biz burada qayğıkeşliyi nəyə götürmüşdük? Qayğıkeşliyi kömək götürmüşdük. Xeyirxahlıq isə yaxşılıqdır. Xeyirxahlığın x-sını yaxşılıqla yadımızda saxlayırıq, qayğıkeşliyin ç-sını köməklə yadımızda saxlayırıq. Adekvat nədir bəs? Adekvat tam, uyğun, eyni reaksiya vermək adekvat deməkdir. Bu da belə. Deməli, davranış mədəniyyəti biz dedik ki, birgə yaşayış zamanı əməl ediləcək qayda, qanun adlanır davranış mədəniyyəti. Xeyirxahlıq və dözümlülük, ədəb və mərifəti davranış mədəniyyəti inkişaf elətdirir. Bəs mərifət nədir? Mərifət açar sözü müxtəlif vəziyyətlərdə müəyyən edilmiş qaydalara riayət etməkdir. Yəni, bu o deməkdir ki, sən mərifətli insansansa, müxtəlif yerlərdə, müxtəlif vəziyyətlərdə sən müəyyən bir çərçivəni qoruyub saxlayırsan, müəyyən bir qaydalara riayət edirsən. Bu sənin mərifətliyindir. Ədəbli olmaq nədir? O, münasibətin ölçüsünü hiss etməkdir. Münasibətin ölçüsünü hiss etmək ədəbli olmaqdır. Biz mərifətlilik keçmişdik 8-ci sinifdə. Mərifətliyin açar sözü demişdik, ölçü hissi, sərhəddi qorumaq. Amma ədəbli olmaq da münasibətin ölçüsünü hiss etmək bizim açar sözümüzdür. Baxırıq ikinci mövzumuzda ailə büdcəsi nə deməkdir? Ailə büdcəsi bilirik ki, ailənin bütün üzvlərinin pul və maddi aktivlərinin məcmusu və vahid bir yerdə toplanması adlanır ailə büdcəsi. Deməli, ailənin pul və maddi aktivlərinin vahid bir yerdə toplanması adlanır ailə büdcəsi. Ailə büdcəsi atanın və ananın gəlirindən formalaşır. Həm atanın, həm ananın gəlirindən formalaşır. 4 istiqamətdə xərclənir. Həm atanın şəxsi xərclərinə, həm ananın şəxsi xərclərinə, həm ümumi ailəyə sərf olunan, həm də uşaqlara sərf olunan. Və ailə büdcəsinin aktivləri və passivləri var. Aktiv nədir müəllimlər? Passiv nədir? Gəlin onlara baxaq. Ailə büdcəsinin passivləri dedikdə bir, krediti yadımızda saxlayırıq. Kredit, borc, bunları yadımızda saxlayırıq. Kreditdir, borcdur. Bunlar ailə büdcəsinin passivləridir. Yəni, borc nəticəsində əldə edir onu. Aktiv nədir bəs? Aktiv artıq ehtiyat, qənaət edilmiş vəsait, kapital. Bunlar da hesab olunur ailə büdcəsinin aktivləri. Aktivlər passivlərin yerləşdirilməsi üsullarıdır. Onlar ehtiyatdır, qənaət edilmiş vəsaitdir, bir də kapital və şəxsi ehtiyaclara lazım olan pul ailə büdcəsinin aktivləri hesab olunur.
görək ailə büdcəsinin ev təsərrüfatının gəlirlərini bir qayda olaraq neçə qrupa bölmək olar? Ev təsərrüfatının gəlirlərini bir qayda olaraq 4 qrupa bölmək olar. Bunlar hansılardır? Əməyə görə, istehsalatın digər amillərindən, köçürülmə ödənişlərdən və iqtisadiyyatın qeyri-rəsmi sektorluğundan. Əməyə görə bizim açar sözümüz olacaq əmək haqqı. Əməyə görə əmək haqqı alırıq. İstehsalatın digər amillərindən dedikdə isə bu hansı ki torpaqdan gələn gəliri, yəni bunu həm də renta adlandırırlar, kapitaldan faiz kimi gələn gəliri, bir də sahibkarlıqdan gələn gəlir. Deməli, istehsalatın digər amili dedikdə hansı gəlirləri nəzərdə tutacaq? Kapitaldan faiz kimi aldığımız, torpaqdan aldığımız, bir də sahibkarlıqdan aldığımız. Torpaqdan gələn gəliri necə adlandırırlar? Renta. Bəs köçürülmə ödənişlərdən gələn gəlirlər hansılardır? Köçürülmə ödənişlər deyəndə təqaüdlər, tələbə təqaüdü, müavinatlar, işsizliyə görə, uşağa görə, yaşa görə bunlar hamısı köçürülmə ödənişlər hesab olunur. Və qeyri-rəsmi sektorluq dedikdə onda məşğulluqdan gələn gəlirləri götürəcək. Bəs ailənin gəlirləri neçə növdə olur müəllimlər? Gəlin onlara baxaq. Ailənin gəlirləri iki cür olur. Pul gəlirləri var, bir də maddi gəlirlər var. Baxaq görək pul gəlirləri hansılardır, maddi gəlirlər hansılardır. Hansı ki pul şəklində aldığımız pul gəlirləri hesab olunur. Bunlara pensiya, müavinatlar, təqaüd və sosial sığorta ödəmələri bunlar pul gəlirləri hesab olunur. Bəs maddi gəlirlər hansılardır? Bunlar zəhmətlə qazanılmış mükafatlandırmalar, miras, aliment, deyək ki, mükafat istisna olunmaqla əmək nəticəsinə görə mükafat istisna olunmaqla digər mükafatları, alimentləri maddi gəlirlərə aid edə bilərik. Ev təsərrüfatından və sahibkarlıq fəaliyyətindən. Müəllimlər, burada baxırıq biz deməli nəyə? Ev təsərrüfatından gələn gəlirlər və sahibkarlıq fəaliyyətindən gələn gəlirlər neçə yarım qrupa bölünür deyə sual olunsa sizə 4 yarım qrupa bölünür. Bəs bunlar hansılardır? 1. Kənd təsərrüfatı məhsullarının realizə edilməsindən əldə olunan gəlirlər. Qədər dayan bircə dəqiqə. Kənd təsərrüfatı məhsullarının realizə edilməsindən əldə olunanlar, ev əmlakı əməliyyatlarından alınan kreditlər, bir də maliyyə kreditlərdən gələn gəlirlər və sahibkarlıq fəaliyyətindən gələn gəlirlər. Deməli, kənd təsərrüfatı, ev təsərrüfatından, bir də sahibkarlıq fəaliyyətindən gələn gəlirləri 4 yarım qrupa bölmək olar. Bunlar kənd təsərrüfatı məhsullarının realizə edilməsindən əldə olunanlardır. Maliyyə kreditdən əldə olunanlardır. Bir də sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirləri. Buna misal çəkmək olar. Sonra, bəs baxaq görək, sahibkarlıq fəaliyyəti nə deməkdir? Sahibkarlıq fəaliyyəti dedikdə nə başa düşülür? Müəllimlər, sahibkarlıq fəaliyyətinin açar sözü onun iqtisadi fəaliyyət olmasıdır. Gəlir və mənfəət əldə etməyə istiqamətlənmiş iqtisadi fəaliyyət dedikdə sahibkarlıq fəaliyyəti nəzərdə tutulur. Bəs biznes ingilis sözü olub. İş müəssisə deməkdir. Bəs biznes fəaliyyəti, misal üçün biz sahibkarlıq fəaliyyətini deyirik, iqtisadi fəaliyyətdir. Bəs biznes necə bir fəaliyyətdir? Biznes isə yenə şəxsi mənfəət əldə etməyə istiqamətlənmiş peşə fəaliyyəti. Deməli, son sözünə fikir veririk. Peşə fəaliyyəti dedikdə biznesi götürürük, iqtisadi fəaliyyət dedikdə sahibkarlığı götürürük. Amma sahibkar sözünün mənası nədir? İlk dəfə termin kimi nə vaxt işlənib? Sahibkar sözünün mənası risk şəraitində fəaliyyət göstərən insan mənasını verir və ilk dəfə 18-ci əsrdə tətbiq edilmişdir. Və diqqət edirik, sahibkarlıq dedik fərdi olur, bir də ailəvi olur. Ailəvi dedikdə, yəni misal üçün həm şəxsi istehsal, həm də müəssisədir, firmadır, bunları aid edirik. Bunlar da yenə gəlir hesab olunur.
Deyirik, sahibkarlığın iki istiqaməti var. Fərdi sahibkarlıq, bir də ailəvi sahibkarlıq. Fərdi sahibkar fiziki şəxs hesab olunur, vətəndaş hesab olunur, öz hesabına, öz riski hesabına işini görür, qərarlarını müstəqil şəkildə çıxarır. Patent əsasında qeydiyyatdan keçir, amma borc yarandığı halda məsuliyyəti öz üzərində, öz əmlakı ilə ödəyir. Yəni bu zaman dövlət heç bir məsuliyyət daşımır. Amma ailəvi sahibkarlığın amilləri var. Onlar hansılardır? Ailəvi sahibkarlıq şəxsi istehsal formasında inkişaf etməklə yanaşı, əmtəə mal istehsal edən, xidmət göstərən müəssisə rolunda da çıxış edə bilər. Diqqətli olun, testlərə düşə bilər. Və ailəvi sahibkarlığın 4 amili var. Bunlar hansılardır? Hansı amillərdir ki, onlar mütləq şəkildə olmalıdır? Təbii ki, nə olmalıdır? Ailəvi sahibkarlığı inkişaf etdirmək üçün pul olmalıdır. Sonra bilik olmalıdır, bacarıq olmalıdır və əmək alətləri olmalıdır. Və nə olmalıdır? Hansı ki, sərbəst vaxt və əmək alətlərinin olması. Bu ailəvi sahibkarlığın amilləridir. Ailəvi sahibkarlığın neçə amili oldu? Ailəvi sahibkarlığın 4 amili var. Pul olmalıdır, bilik, bacarıq olmalıdır, əmək alətləri olmalıdır, bir də sərbəst vaxt olmalıdır. Baxaq silosdur. Silos nədir? Silos bitkilərin yaşıl hissələri çıxarıldıqdan sonra qalan qalıq hesab olunur silos. Silos həcmi 100-500 litr olan qablarda və ağzı hermetik bağlanmış qablarda hazırlanır. Hermetik sözünün mənası kip bağlanmış deməkdir. Yəni hava girməməsi üçün kip bağlanmış deməkdir. Bəs silosun hazırlanması üçün necə qablardan istifadə olunur? Bunun üçün dəmir beton halqalar, taxta qəliblər və vaxtı keçmiş çəlləklərdən istifadə edə bilərik. Silosun keyfiyyəti nədən asılıdır deyə sual olunsa, onun sıxlığından, onun hermetikliyindən asılıdır. Sual oluna bilər, 100 kiloqram çəkisi olan inəyə hər yemləmədə 3-5 kiloqram silos verilərsə, sutka ərzində isə 15-18 kiloqram silos verilə bilər. Hətta bu məsələ həllində də, məsələ formasında da imtahana düşə bilər. Siz yadınızda saxlayırsınız ki, hər yemləmədə 3-5 kiloqram verilir, amma sutka ərzində 15-18 kiloqram verilir. Əgər sutkanı desə, sutkanı hesablamalısınız. Misal üçün 5 sutka ərzində nə qədər 100 silos verilə bilər? Onda 5 sutkanı 15-18-ə vuracaq. Yox, hər yemləmədə desə, onda 3-5 kiloqramdan götürəcək. Nəzərinizə çatdırım ki, siloslar hazırlandığı otun növündən asılı olaraq 1 və ya 3 aya hazır ola bilər. Siloslar nə qədər müddətə hazır olur? 1 və ya 3 aya hazır olur. Diqqətli olaq, yaxşı hazırlanmış silos var, bir də keyfiyyətsiz silos var. Yaxşı hazırlanmış silos çörəyi hissi verir, bir də alma. Çörək və alma ətri verir. Rəngi sarımtıl yaşıldan tünd qəhvəyə qədər dəyişir. Bu, yaxşı silosdur. Bəs keyfiyyətsiz silos, sirkə turşusu, kəskin amoniok, peynisi, hətta rəngi yaşıl və ya çirkli yaşıldırsa, deməli bu silos keyfiyyətsiz silosdur, bu korlanıb. Hansı silos yeməli deyil desə, götürəcək peyin qoxulu. Peyin qoxulu silos yeməli deyil. Baxaq, ev quşlarına verilən siloslar. Ev quşlarına verilən siloslar hansılardır? Gəlin onları uyğunlaşdıraq. Taxıl və taxıl qalıqları, texniki istehsal qalıqları, heyvan yemləri və vitaminli şirəli köklər və mineral yemlər. Baxaq, taxıl və taxıl qalıqlarına nələr daxildir? Taxıl və taxıl qalıqları dedikdə ancaq dənliləri yadınızda saxlayırsınız. Nəzər yetirək yulaf, darı, buğda, çovdar, arpa, qarğıdalı, noxud və mərci. Amma texniki istehsal qalıqları dedikdə artıq burada istehsal olunmuşun qalıqlarıdır. Burada tullantılar, cicə, şurut, ancaq tullantı, cicə, şurut bunları nəzərimizdə saxlayırıq. Bəs
Heyvan yemləri dedikdə nələri götürürük? Heyvan yemləri dedikdə isə ancaq heyvanla bağlı olanları. Misal üçün, heyvanla bağlı olanlar üzü yığılmış süd, ayran, ət sümük yunu, balıq, balıq unu, heyvan qanıdır, böcəkdir, tırtıldır, soğulcandır. Yəni bunlar görürsüz sadaladıqlarım hamısı heyvanla bağlıdır. Heyvandır, heyvan yemidir. Yəni bunlar heyvan yemlərinə aid olur. Amma ağaclar, bitkiləri sadaladıqda onlar vitaminli şirəli köklərə aid etmək olar. Mineral yem dedikdə bəs nələri götürürük? Mineral yemlər dedikdə isə hansı ki mineral yemlərə sönmüş əhəngdir, təbaşirdir, yumurta qabığıdır, balıq qulağıdır, çınqıldır, kömürdür, xörək tuzudur. Bunlar mineral yemlər hesab olunur. Hətta çınqıl imtahan sualı olubdur. Bu ümumiyyətlə bu yemlər, quşlara verilən yemlər dəfələrlə uyğunlaşdırma şəklində imtahana düşür. Diqqətli olaq. Təkrar edirik. Taxıl və taxıl qalıqları dedikdə dəniləri götürürük. Texniki istehsal qalıqları dedikdə tullantıları götürürük. Heyvan yemləri dedikdə heyvandan bağlı olanları götürürük. Vitaminli şirəli köklər dedikdə isə ağac, bitki onları götürürük. Mineral yem dedikdə isə hansı ki elə tərkibi mineral olan, misal üçün təbaşir, yumurta qabığı, əhəng, çınqıl, kömür, xörək tuzu bunlar da mineral yem hesab olunur. Sual oluna bilər ki, silosun hazırlanması üçün yaxşı xammal nə hesab olunur? Götürəcək dənli bitkilər, kələm, çuğundur, kök yarpaqları, qarğıdalı və s. Bunlar yaxşı yem hesab olunur. Amma təzə gicitkan pis siloslaşır. Baxaq görək bitkiləri nə zaman siloslaşdırırlar? Bitkiləri müəllimlər diqqət edək. Bitkiləri, dənli bitkilər var ki, dənli bitkilər neyinir? Misal üçün buğda dənli bitkidir də. Bunlar həmişə neyinir? Bunlar sümbüllüyür, yetişəndə sümbüllüyürlər. Deməli, bunlar sümbülləmə mərhələsində siloslaşdırılır. Paxlallar bəs nə zaman siloslaşdırılır? Onlar da qönçələmə mərhələsində, yəni çiçək açmadan əvvəl. Qarğıdalı süpürgə atır, bildiyimiz qarğıdalı süpürgə atır. Ona görə süpürgə atma mərhələsində siloslaşdırılır. Amma qarğıdalı qıçaları onlar südlü sarıya çalan ilkin yetişmə zamanı siloslaşdırılır. Bunları açar sözlərlə yadımızda saxlayırıq. Ev quşlarına verilən siloslar hansı ki həmin o hazırlanan xammal 0,5 ölçüdə xırda şəkildə doğranmalıdır. Bəs ev quşlarına verilən siloslar gün ərzində nə qədər olmalıdır? Bunu hesablama şəklində bilirsiniz imtahana salıbdır. Necə? Misal üçün 3 gün ərzində toyuqlara nə qədər verilir? Hindi oyğuna nə qədər verilir? Qazan ördəyə nə qədər verirsiniz? Əvvəlcə yalnızda vərəq olur, orada qeyd edirsiniz kitabda öyrəndiyinizi. Gün ərzində misal üçün bir toyuğa 20-25 qram verilir. Yazırsınız toyuq 20-25, Hind toyuq 35-50, qazan ördək 250-300. Və sonra onları da günlərə vurub elə hesablayıb götürürsünüz. Baxaq quru otun hazırlanmasına. Quru ot hansı ki təzə gecitkandır, sirkandır, müxtəlif otlardır. Bunlardan hazırlanır və onlar qış vaxtı çox keyfiyyətli yem hesab olunur. Biz dedik ki, paxlalları çiğ açmadan öncə qönçələməyə başlayanda, yəni bu zaman onlar karbohidratlarla zəngin olur. Həmin vaxt onları biçib, onların nəmi çəkilənədək onları qurutmaq lazımdır. Onlar hətta biz deyirik ki, misal üçün vitaminlər günün altında belə deyək də parçalandığına görə, ləğv olunduğuna görə onları kölgədə qurutmaq lazımdır. Kölgədə seyrək şəkildə sərib qurutmaq lazımdır. Bəs nə zaman qurutmanı dayandırırıq? Qurutmanı ot xışıldamağa başlayanda. Yəni o ot xışıldamağa başlayanda artıq bilmək lazımdır ki, bu quru ot hazırdır və qaranlıq quru yerdə saxlanılmalıdır. Amma quşları yemləyəndə quru ot xırda şəkildə doğranır və yemlərin içərisinə əlavə edilir. Yaşıl un necə hazırlanır? Yaşıl un adətən belə deyək ki, may-iyun aylarında hazırlanır. Tərkibində B və E vitaminləri var və xam mal kimi nədən istifadə olunur? Təzə gicitkan, zəncir otu, bir də qırmızı yoncadan. Gicitkanla
belə deyək də, qırmızı yoncanın şirəli zoğlarını götürəcək testə düşsə. Amma zəncirotunun sütül yarpaqlarını götürəcək. Yəni zəncirotunun sütül yarpaqlarından istifadə olunur siloslaşdırılma zamanı. Amma gicidikanla qırmızı yoncanın şirəli zoğlarından. Yəni yaşıl unu da bağlı karton qutularda qaranlıq quru şəraitdə saxlamaq lazımdır. Baxırıq birləşmələrə. İndi isə birləşmələrdən izah edəcəm sizə. Deməli, süni bilirik ki, istifadə etdiyimiz, gündəlik həyatımızda istifadə etdiyimiz mebellərin əksəriyyəti nədən hazırlanır? Samdan hazırlanır. Sam nə deməkdir? Süni ağac materialı deməkdir. Niyə süni ağac materiallarından hazırlanır? Çünki süni oduncaq materialları, süni ağac materiallarının bir sıra üstünlükləri var. Həm onlar ucuz olur, həm belə deyək də qiymətli ağac növünə bənzəyən bir tekstura ilə fanellənir, həm də onlar enli olur, enlərinin böyük olması. Ona görə də bu materiallar həm möhkəm olur, həm istiliklə bağlı heç bir problem yaratmır. Ona görə də daha çox üstünlük verilən süni ağac materiallarıdır. Bəs xarat işlərində hansı ki süni oduncaq materiallarından hazırlanmış mebellər necə adlanır? Onda götürəcək lövhəli mebellər adlanır. Və birləşmələr neçə cür olur? Birləşmələr həm hərəkətli olur, həm də hərəkətsiz birləşmələr olur. Hərəkətsiz birləşmələr özləri də həm sökülən olur, həm də sökülməyən olur. Həm sökülən olur, həm də sökülməyən olur. Əgər testdə sual düşsə ki, vəziyyətlərinin dəyişməzliyi dəyişmirsə bu hərəkətsizdir. Bu birləşmələr hərəkətsiz birləşmələrdir. Hərəkətsizlər dedik neçə cür olur? Sökülən olur və sökülməyən olur. Biz bugün bu dərsimizdə sökülən və sökülməyən birləşmələri tanıyacağıq. Baxırıq şuruplarla birləşdirmə. Şuruplarla birləşdirmənin açar sözü ən sadə hərəkətsiz birləşmədir. Necə birləşmədir? Ən sadə hərəkətsiz birləşmədir. Və oduncaq yonqarlı lövhələri birləşdirmək üçün özü kəsən şuruplardan istifadə olunur. Özü kəsən şuruplardan istifadə etdikdə əvvəlcədən kiçik diametrli bir deşik açmaq və burğulamaq, ən əsası da vint açanı düzgün seçmək lazımdır. Və bu zaman künclü birləşmələrdən istifadə edirlər ki, o da onların etibarlılıq dərəcəsini artırır. Biz baxaq görək, vintli bərkitmələr necə birləşmədir? Vintli bərkitmələrdə yenə şuruplarla birləşdirmədə olduğu kimi həm sökülən, həm hərəkətsiz birləşmədir. Və vint və çəlləkdən ibarətdir. Nədən ibarətdir? Vint və çəlləkdən ibarətdir. Açar sözümüz vint və çəlləkdən ibarətdir. Bir panelin digər panelə birləşdirməsi üçün istifadə olunur və bu zaman avrovintlərdən istifadə olunur. Avrovint də başlığı 6 bucaqlı olan vintdir. Paneli isə 4 bucaqlı taxta parçasıdır. Panel və avrovintə nəzər yetirərsiniz. Vintli bərkitmənin bir dənə çatışmayan cəhəti var ki, onlar vintin başlıq hissəsi görünür. Ona görə də o çatışmayan xüsusiyyətinə aid edilir. Eksentrik birləşmə necə bir birləşmədir? Təbii ki, söküləndir, hərəkətsizdir. Yenə şuruplar vintli bərkitmədə olduğu kimi hərəkətsiz və sökülən birləşmə eksentrik bərkitmədir. Misal üçün, vintli bərkitmədə dedik vint və çəlləkdən ibarətdir. Amma eksentrikdə deyirik ki, ştok, vint və ştokdan ibarətdir və çatışmayan cəhəti öz başına dönməsi baş verdikdə furniturun zəifləməsidir. Baxaq görək harda. Öz başına dönməsi baş verdikdə furniturun zəifləməsi eksentrikin çatışmayan cəhəti. Diametri 12, 15, 25 olur və bunlara sərtlik vermək üçün nədən istifadə olunur? Şkantlarla birləşdirilmədən istifadə olunur. Şkantlarla birləşdirmədən nə üçün istifadə olunur? Eksentrik birləşmələrə sərtlik vermək üçün. Bəs baxaq görək şkantlarla birləşdirmə necədir? Amma misal üçün biz şkant eksentrikdir, vintlidir, şuruplarla birləşdirmənin üçünün adını çəkdik, haqqında məlumat öyrəndik və dedik ki, hər üçü həm sökülən, həm hərəkətsiz birləşmədir. Amma şkantlarla birləşmələr həm hərəkətsizdir, həm də sökülməyəndir. Deməli, şkantlarla birləşdirmə necə bir birləşmədir? Sökülməyən,
hərəkətsiz birləşmədir. Daha çox hansı mebellərdə istifadə olunur? Gövdəli mebellərdə istifadə olunur və şkantlar oduncaqdan, təbii oduncaqdan hazırlanır. Ona görə onların yol verilən nəmlik həddi 6-8, birləşdirdiyimiz detalın nəmliyindən isə 2-3% aşağı olmalıdır. Çünki o quruduqdan sonra öz formasını dəyişə bilir. İndi isə baxaq mebel künclüyünə. Mebel künclüyü isə tərpənməz, lakin söküləndir. Tərpənməzdir, yəni hərəkətsiz birləşmədir, həm də sökülən birləşmədir. Və qurlaşdırılması asandır. Yəni heç bir dəlik açılmasına ehtiyac yoxdur. Metal və ya plastik kütlədən hazırlanır və çatışmazlığı onun görünən olmasıdır. Misal üçün vinkli bərkitmədə deyirik vint başlığı görünür, çatışmazlıq odur. Amma mebel künclüyünün özü görünür. Ona görə də bunlar onun çatışmayan cəhətinə aiddir. Amma möhkəmdir, asandır, quraşdırmaq üçün heç bir dəlik açmırsan və s. Və bu mövzuda biz iki hərəkətli birləşmə haqqında məlumat öyrənəcəyik. Bu həm sökülən, həm hərəkətli birləşmədir ki, bunlara çaşqa həncama və həncamalı mebel kronşteyni misal göstərmək olar. Çaşqa həncama yarım mexaniki qurğudur və qapıların gövdəyə birləşdirilməsi üçün istifadə olunur. Hətta müəyyən bir bucaq altında açılmasına xidmət göstərir. Deməli, çaşqa həncama nədir? Yarım mexaniki qurğudur. Qapıların gövdəyə bərkidilməsində istifadə olunur və müəyyən bucaq altında açılmasına xidmət göstərir. Bəs həncamalı mebel kronşteyni, onlar isə yuxarı aşağı açılan qapılar üçün nəzərdə tutulmuşdur. Və barı üçün həncamalı kronşteyn, bir də qaz dirəkləri olan həncamalar var. Bu birləşmə, hansı ki çaşqa həncama, həncamalı mebel kronşteyni hər ikisi sökülən və hərəkətsiz birləşmədir. Hərəkətli və sökülən birləşmədir. Bu mövzuda şkantlarla birləşdirmə həm sökülməyən, həm hərəkətsiz, çaşqa həncama, həncamalı mebel kronşteyni həm hərəkətli, həm sökülən, yerdə qalanları isə sökülən və hərəkətsiz birləşmədir. Keçək növbəti mövzumuza. Deməli, xarat məmulatları şəffaf, qeyri-şəffaf və oxşatma məxsusi bəzədilmə üsulları ilə bəzədilir. Bəzədilmə üsulları hansıdır desə, xarat məmulatları üçün şəffaf, qeyri-şəffaf, oxşatma və məxsusi bəzədilməni götürə bilər. Gəlin baxaq şəffaf bəzədilməyə. Adından da məlum olduğu kimi, şəffaf bəzədilmə rəngsiz bəzədilmədir. Hansı ki, burada oduncağın səthini qorumaq üçün, onun teksturasını saxlamaq üçün şəffaf bəzədilmədən istifadə edilir. Amma şəffaf bəzədilmədən əvvəl bir neçə əməliyyat yerinə yetirilir. Bunlar hansılardır? Təmizləmə, cilalama, ağac hovunun təmizlənməsi. Gəlin baxaq görək, təmizləmə nəyin vasitəsilə yerinə yetirilir? Təmizləmə kiçik gövdəli rəndə ilə. Rəndənin əvvəlcə bıçağı yonulur, itilənir, ondan sonra qüsur yaranarsa, həmin hissələr, qətran ayrılmaları kəsilir və oduncağın özündən calaq salınır. Və təmir edildikdən sonra orada alətlərin izi olur ki, onu sumbata kağızı ilə təmizləyirlər. Deməli, sual olunsa ki, təmizləmə nəyin vasitəsilə yerinə yetirilir? Götürəcəksiniz kiçik gövdəli rəndə. Bəs cilalama əvvəl iri zərrəcikli, sonra isə xırda zərrəcikli sumbata kağızı ilə yerinə yetirilir. Sonra onun üzərində yaranan xovları xırda zərrəcikli sumbata kağızı ilə təmizləyirlər və bu əməliyyatı 2-3 dəfə təkrarlayırlar. Sonra isə toz soran vasitəsilə bir daha yerinə yetirilsə daha keyfiyyətli olar. Oduncağı cilaladıqdan sonra qətranlama əməliyyatı yerinə yetirilir. Qətranlama nədir? Qətran özü hansı ki qəhvəyi rəngdə qatı mayedir ki, mükəmməl cilalamadan sonra testə düşə bilər. Qətranlama nə zaman yerinə yetirilir? Götürəcəksiniz mükəmməl cilalamadan sonra. Qətranın neçə növü var? Su üçün olan və su üçün olmayan. Su üçün olan hansı detallarda tətbiq olunur? Su üçün olmayan hansı detallarda? Su üçün olan kifayət qədər az, böyük olmayan detallarda götürürük. Amma su üçün olmayanı isə istənilən
istənilən detallara tətbiq etmək olur. Bəs qətrannamanın ikinci vacib mərhələsi nədir? Onda götürəcəyik, yuyub təmizləmək. Görüm harda yazılıb? Hə, burada. İkinci mərhələsi yuyub təmizləmədir. Qətrannamanın ikinci mərhələsi yuyub təmizləmə mərhələsidir. Deməli, sual olunsa ki, qətrannama nə zaman yerinə yetirilir? Götürəcəksiniz mükəmməl cilalamadan sonra. Desək, qətrannamanın ikinci vacib mərhələsi nədir? Götürəcəksiniz yuyub təmizləmə. Su üçün olmayan qətran çox miqdarda olan bir asetonun köməyi ilə yuyulur. Bu zaman sıx başlıqlı və ya böyük fırçadan istifadə edilir və kənarlara, belə deyək də, oduncağa yaymadan onu kənarlaşdırmaq üçün hansı ki fırça vasitəsilə o neyinir? Təmizlənir, yuyulur. Bəs oduncağın bəzədilməsində sonuncu qat nədir? Götürəcəyik laklama. Bəs laklar neçə cür olur? Laklar ton verilmiş olur, bir də rəngsiz olur. Əgər oduncağın şəffaflığını qorumaq istəyiriksə rəngsiz, incə fərq vermək istəyiriksə bu zaman ton verilmiş laklardan istifadə edirik. Səthin yarı tutqun rəng alması üçün isə HO 222 laklarından istifadə olunur. Bəs laklarla boyalar niyə fərqlənir? Boyalar əvvəlki qatı tam örtür. Ona görə də lak boyadan həmişə fərqlənir. Oxşatma bəzəməsi necə yerinə yetirilir? Nədir oxşatma bəzəməsi? Nədir məxsusi bəzədilmə? Oxşatma bəzəməsi yüksək temperaturda yerinə yetirilir, yüksək təzyiq altında yerinə yetirilir. Və oxşatma bəzəməsinin müsbət bir tərəfi var ki, o sonradan heç bir lak boya materialları ilə bəzədilməyə ehtiyac duyulmur. Və bu da oxşatma bəzəməsinin müsbət xüsusiyyətidir. Və məxsusi bəzədilmə var. Məxsusi bəzədilmə necə yerinə yetirilir? Məxsusi bəzədilmə isə kiçik detallarda tətbiq olunur. Hansı ki, kustar, kiçik ölçülü kustar əməliyyatlarında daha geniş yayılmışdır. Və onu qeyd edim ki, oxşatma bəzəməsindən mebel, qapı, radio və digər məmulatların hazırlanmasında istifadə olunur. Və süni oduncaq materialları hansılardır? Fanerdir, oduncaq lifli lövhələrdir, oduncaq yonqarlı lövhələrdir, MDF-dir. Bunlar hamısı süni oduncaq materialları hesab olunur. Və faner necə əldə olunur deyə sual olunsa, təbii ki, faner şpon vərəqlərinin qatışıq surətdə bir-birinə perpendikulyar şəkildə yapışdırılması ilə əldə olunur. Və fanerin hazırlanması üçün hansı ağaclardan istifadə olunur? Enli yarpaqlı və iynə yarpaqlı ağaclardan istifadə olunur. Şpon nədir? Şpon qabığı təmizlədikdən sonra termiki emaldan keçmiş şalbandan alınır. Hansı ki, fasiləsiz olaraq kəsilən yonqar adlanır şpon. Faner bir ağac növündən ibarət olduqda vahid tərkibli adlanır. Bir neçə ağac növündən ibarət olduqda isə kombinə edilmiş adlanır. Xarrat lövhəsi nədir? Xarrat lövhəsini fanerdən fərqləndirən xüsusiyyət nədir? Xarrat lövhəsi fanerə oxşuyur. Konstruktiv görünüşünə görə fanerə oxşuyur. Amma xarrat lövhəsi ağac kütləsindən ibarət olan bir xammaldır və müsbət tərəfi onun rütubətə dözümlü olmasıdır. Misal üçün, biz fanerdə deyirik ki, faner rütubətə dözümlü deyil. Amma xarrat lövhəsi rütubətə dözümlü olur. Və süni oduncaq materialların səthini necə bəzəmək olar? Və xarrat bəzəməsi nədir? Rəngsaz bəzəməsi nədir? Əgər oduncağın teksturası örtülmür, şəffaf qalırsa, bu xarrat bəzəməsidir. Qeyri-şəffaf qalırsa, bu rəngsaz bəzəməsidir. Və bəzədilmənin başqa növləri var. İnkrustasiya, yandırma üsulu ilə naxış salma, divar naxışı, rəngləmə və oxşatma. İndi isə baxaq oduncaq yonqarlı plitələrin hazırlanmasına. Oduncaq yonqarlı lövhələr bilirik ki, oduncaq tullantılarının hansı ki, xırdalanmış oduncaq tullantılarını yapışdırmaq və presləmək yolu ilə əldə olunur. Və oduncaq yonqarlı lövhələrin hazırlanmasında hansı ki, kəpəkdir, yonqardır, bir də talaşa. Bunlar götürülür, onların keyfiyyətini yaxşılaşdırmaq üçün müxtəlif növ ağacların yonqarı ilə onu qarışdırırlar. Və biz lazımı sıxlıqda oduncaq yonqarlı lövhəni əldə etmək üçün elə etməliyik ki, o eyni tərkibdə olsun.
və bu kəpəkdir, talaşadır, yonqarı hansı ki öz normasında, öz standartında doğrayırıq, xırda şəkildə doğrayırıq və həmin xam malı quruduruq. Qurutduqdan sonra elə etmək lazımdır ki, tamamilə o rütubət xilas olunsun və ondan sonra onun belə deyək də yapışqan tərkibli əsaslı surətdə qarışdıraraq onları hazır bir kütlə formasına gətiririk. Hansı ki o hazırlanan kütlə, yapışqanlı kütlə lazımlı endə hərəkətli lentin üzərinə tökülür və temperatur rejiminə əməl olunmaqla o preslənir və lazım olan uzunluqda kəsilir və qurudulur. Və oduncaq yonqarlı lövhələr iki cür istehsal olunur. Hər iki tərəfdən üzlənmiş və üzlənməmiş. Və sənayedə laminə edilmiş, çaşirlənmiş oduncaq yonqarlı lövhələr istehsal olunur. Gəlin baxaq görək, laminələmə nədir, çaşirləmə nədir? Laminələmə lövhə səthlərinin qətran hopdurulmuş kağızla örtülmə prosesidir. Əgər kağızla örtülmə deyirsə, bu laminələmədir. Amma bərk, nazik təbəqənin oduncaq yonqarlı lövhəyə preslənməsi deyirsə, bu çaşirləmədir. Presləmə çaşirləmədir. Kağızla örtülmə laminələnmədir. Laminələmə sözünün mənası nədir? Laylara ayrılma, təbəqələrə ayrılma. Bəs çaşirləmə sözünün mənası nədir? Kağız yapışdırmaq. Gördünüz, proses kimi deyəndə presləməni götürürük. Amma mənasını soruşanda kağız yapışdırmaq deyirik. Və laminələnmə və çaşirləmə neçə dərəcə bucaq altında yerinə yetirilir? Laminələnmə deməli 210, 140-210, çaşirləmə isə 120-150 dərəcədə həyata keçirilir. Bəs ev şəraitində oduncaq yonqarlı lövhələrin səthini necə üzləmək olar? Bunun üçün iki üsul var. Bir, lak boya materialları ilə örtür, bir də səthə kağız təbəqə və ya şpon yapışdırılır. Bu təbəqə və ya şponu yapışdırmaq üçün ütü və ya fendən istifadə edir. Gəlin qara metalların bəzədilməsindən danışaq. Əvvəlcə baxaq görək bəzəmə nədir? Bəzəmə istənilən bir məmulatın hazırlanmasında sonuncu bir əməliyyatdır. Və metalların səthi nə üçün bəzədilir? Korroziyaya müqavimətini artırmaq məqsədi ilə metalların səthi bəzədilir. Və bəzədilmə üsulları hansılardır? Detalların kənarlarının təmizlənməsi, cilalanması, laklanması, rənglənməsi, oksidləşdirilməsi, rifləməsi və aşınması. Gəlin bunları ayrı-ayrılıqda öyrənək. Kənarların təmizlənməsi nəyin vasitəsilə aparılır? Kənarların təmizlənməsi xırda kərtikli yeyə ilə aparılır. Xırda kərtikli yeyə vasitəsilə həmin metalın kənarları tilişkələrdən, iti uclardan kənarlaşdırılır, kütləşdirilir. Çox böyük olmayan əyriliklər sumbata kağızı və cilalacı qəliblə aradan qaldırılır. Və kənarların rahat təmizlənməsi üçün məngənədə iki taxta parça arasında onu bərkitmək lazımdır. Əgər qısa detallardırsa, onların özlərini sumbata kağızına sürtərək emal edə bilərik. Bəs rəngləmə və laklama bu zaman o yaxsızlaşdırılmalıdır. Hansı ki, soda məhlulunda isladılmış tamponla onu silmək lazımdır. Və bunu xüsusi balon vasitəsilə tozlandırma üsulu ilə və yaxud da ki, fırçanın köməyi ilə çəkə bilərik. Digər bəzədilmə üsulu isə oksidləşdirilmədir. Oksidləşdirilmə nədir? O, mufiya sobalarında yerinə yetirilir və oksidləşdirilmə buna həm də zağlama deyirlər. Hansı ki, fırçalar su içərisində olan bankada xüsusi asmada saxlanılmalıdır və metal səthinin xüsusi oksidləşdirilmiş, belə deyək də, oksidləşmiş pərdə təbəqəsi daha geniş istifadə olunur və bu zaman məmulatlar mufiya sobalarında qızdırılır, xüsusi qarışıqlarda soyudulur. Bu zaman onun rəngi tünd göy qara rəngdə olur. Buna da zağlama deyirlər. Bəs rifləmə nədir? Rifləmə metalın səthinə, belə deyək ki, kələkötürlük vermək üçün rifləmədən istifadə olunur. Testdə düşür həmişə. Rifləmə kələkötürlük vermək üçün istifadə olunur. Hətta hansı ki, naxış açmadır, kimyəvi üsulla naxış açmanı xatırladan bir dekorativ
bəzədilmə üsuludur. Kiçik məmulatların bəzədilməsində, həmçinin böyük məmulatların bəzədilməsində rifləmədən istifadə olunur. Rifləmənin isə iki növü var: zərif və kobud. Rifləmə zamanı çekanlardan istifadə olunur. Çekanlar qələmlərə bənzəyir, amma qələmlərdən fərqli olaraq qələm cızır, çekanlar isə sadəcə çökdürür. Və biz dedik ki, rifləmənin iki növü var: zərif və kobud. Rifləmədən nə üçün istifadə olunur? Metalın səthinə kələk-kötürlük vermək üçün. Bəs aşınma nədir? Aşınma, kimyəvi reaktivlərin təsiri ilə müəyyən bir səth örtüyünün çıxarılması adlanır aşınma. Aşınmanın isə 3 üsulu var: kimyəvi, elektrokimyəvi, bir də ion plazmalı. Kimyəvi aşınma həm də maye aşınmasıdır. Elektrokimyəvi aşınma həm də galvanik aşınmadır. İon plazmalı aşınma isə quru aşınmaya deyilir. Və əlvan metalların səthi nə üçün bəzədilir? Təbii ki, onlar da korroziyaya məruz gəlir və əlvan metallar alüminium, qalay, sink, titan, maqnezium, qızıl və gümüş, bunlar əlvan metallara aiddir. Və əlvan metalların içərisində alüminium, mis ərintiləri daha geniş yayılmışdır. Əlvan metallarında bəzədilmə üsulları var ki, bunlara anodlaşdırma, qızıl suyuna salma, laklama, patinləşdirmə, gümüşləmə bunlara aiddir. Bəs baxaq görək, anodlaşdırma nədir? Anodlaşdırma eyni vaxtda həm dekorativlik, həm qoruyuculuq funksiyası daşıyır. Hətta anodlaşdırılma, anod oksidləşməsi, anod turşuması, elektroliz yolu ilə bəzi metalların səthinə oksid təbəqəsinin çəkilməsi və yaranma prosesi adlanır anodlaşdırılma. Bəs qızıl suyuna salma nədir? Qızıl suyuna salma isə o da yenə dekorativ qoruyuculuq verir, amma qızıl təbəqəsinin çəkilmə prosesi adlanır qızıl suyuna salma və onun növləri var: odulu, yağ və poliment üzərində qızıl suyuna salma. Odlu qızıl suyuna salma ən qədim qızıl suyuna salma texnikası hesab olunur ki, o həm də qovrulmuş qızıl adlanır. Odlu qızıl suyuna salma necə adlanır? Qovrulmuş qızıl adlanır. Və ən qədimidir və civənin tam buxarlanmasına qədər deşilməsindən ibarətdir və çatışmayan cəhəti onun zəhərli olmasıdır. Bəs yağ əsasda? Yağ əsasda dedikdə metal, gips, daş və interyer zərlənməsi bizim açar sözümüzdür. Metal, gips, daş, interyer zərlənməsi. Poliment üzərində qızıl suyuna salmada isə ağac və interyer bizim açar sözümüzdür. Polimenti 18-ci əsrdə hansı ki qırmızı gil, mum, balina piyi bunlardan hazırlayırlar. Patinləşdirmə nədir? Patinin hansı növləri var? Patinləşdirmə metalın səthinə əntiqlik, dekorativlik, qoruyuculuq, köhnəlik vermək üçün onun səthini süni yolla köhnəltmək patinləşdirmə adlanır. Və patinin iki növü var: təbii patin var, süni patin var. Və patinləşdirməyə məruz qalan materiallar mis, bürünc, latun, ağac, gips, bunlar patinləşdirməyə məruz qala bilirlər. Dedik, patin iki növ var: təbii patin, bir də süni patin. Təbii patin ətraf mühitin təsiri altında yaranır. Süni patin isə müxtəlif maddələrin yaxılması nəticəsində əldə olunur. Təbii patin dedik, ətraf mühitin altında yaranır, amma süni patin yaxılma nəticəsində. Bəs gümüşləmə nədir? Gümüşləmə metalın səthinə gümüş təbəqəsinin çəkilmə prosesidir. Və gümüşləmə korroziyadan, yeyilmədən, hətta ona parıltılıq vermək üçün istifadə olunur. Və gümüşün xassələri var: elektrik götürücülüyü, əks etmə qabiliyyəti və xarici təsirlərə davamlılığı. Əks etmə qabiliyyətindən isə optik cihazların, fənərlərin, projektorların istehsalında geniş istifadə olunur. Əgər havada kükürt qarışıqları olarsa, bu zaman gümüş qaralır. Gümüş nə zaman qaralır? Havada kükürt qarışıqları olduqda. Xromlama nədir? Metalın səthinə xromun diffuziya edilməsi xromlama adlanır və xromlama metalın səthinə möhkəmlik vermək üçün, onun möhkəmliyini artırmaq üçün çəkilir.
Hansı ki, xromlamaya məruz qalan detal bir qayda olaraq bir neçə mərhələdən keçir. Güclü çirklənmənin qarşısını kənarlaşdırmaq üçün təmizləmə, hansı ki, həmin çirk izlərinin kənarlaşdırılması üçün həssas təmizləmə və ilkin hazırlıq və doymuş məhlul olan vannaya yerləşdirməklə temperaturu eyniləşdirmək və sonda cərəyan qoşub onu lazım olan qalınlıq əldə edilənə qədər saxlamaq. Xromlama zamanı reagentlərdən istifadə olunur ki, reagent nədir? Reagent axtarılan maddəni zahirə çıxarmaq üçün istifadə olunan başqa bir maddədir. Bəs mina çəkmə nədir? Mina çəkmə dedikdə biz zərgərlik məmulatlarını açar söz kimi yadımızda saxlayırıq. Və mina çəkmə isti, soyuq və rəssamlıq minası olur. Gəlin indi onları açar sözlərlə öyrənək. Baxaq görək, isti mina nədir? İsti mina qurğuşunlu şüşədir. Bizim açar sözümüz. Şəffaf, qeyri-şəffaf ola bilər və 600-850 dərəcədə yerinə yetirilir. Bu isti minadır. İsti minanın açar sözü nə oldu? Qurğuşunlu şüşə. Hətta şəffaf və qeyri-şəffaf olur. Və soyuq mina. Soyuq mina isə açar sözü lak boya materialları, eləcə də pigmentlər, bunlar bizim açar sözümüzdür. Və soyuq minada katalizatordan istifadə olunur ki, katalizator kimyəvi reaksiyaları sürətləndirən və yavaşladan maddədir. Və sonda rəssamlıq minası, o da kiçik rəsmlərin bəzədilməsi üçün istifadə olunur və 600-700 dərəcədə yerinə yetirilir. Baxaq əlvan metallardan asma bəzəyinin hazırlanmasına. Və əvvəlcə məftillərin xüsusiyyətlərini tanımalıyıq. Əlvan metalları bildik, tanıdıq və indi isə onların xarakteri haqqında məlumat almalıyıq. Baxaq görək mis məftil. Mis məftil necə bir məftildir? Mis qırmızımtıl narıncı rəngdədir və o zaman keçdikcə oksidləşərək qaralır və plastik və kövrəkdir. Mis məftil necədir? Plastik və kövrəkdir və onu bir neçə yerdən əydikdə o qırılır. Hətta mis məftildən toxuma və hörmə işlərində də istifadə olunur və zaman keçdikcə qaralır və deformasiyaya uğrayır və formasını pis saxlayır. Dekorativ işlərdə 0,3 və 1 mm qalınlıqda məftillərdən istifadə olunur. Alüminium məftili isə gümüşü ağ rəngdədir, parıltısı yoxdur, qaralmır, yumuşaqdır və onu asanlıqla əl ilə əyib çəkicilə yastılamaq mümkündür. Dekorativ işlərdə 1,2 mm, 1,5-2 mm istifadə olunur. Laton məftil parıltılı qızılı rəngdədir. O da qaralır, mis kimi o da qaralır. Amma möhkəm və plastikdir və dekorativ işlərdə 1 mm qalınlığında istifadə olunur. Sink məftil mavi çalarlı gümüşü rəngdədir. Mavi çalarlı gümüşü rəngdədir və elastikdir. Və sink məftildən 0,4, 0,6, 1 və ya 2 mm olan məftildən istifadə olunur. Rəngli nəbatatılı məftillər var ki, onlar nazik məftildir və dekorativ məqsədlər üçün istifadə olunur. Hətta ondan həcmli kütlə yaratmaq üçün istifadə olunur. Məftildən asma bəzəyi hazırlamaq üçün bizə alətlər lazımdır ki, yas dağız kəlbətin, gir dağız kəlbətin, çəkic, liyə və s. Ardıcıllıq belədir. Asma bəzəyinin hazırlanma ardıcıllığı. Əvvəlcə məftili əyirik. Şəkildə gördüyümüz kimi məftili əyib elə etməliyik ki, orada bir ilgək alınsın. Və əks tərəfə bir-birinə, hansı ki bu şəkildəki kimi, əks tərəfə bir-birinə tutub aralayırıq. Və bir əlimizlə ilgəyi möhkəm tutub, digər əlimizlə onları müxtəlif istiqamətdə aralayıb, səliqəli şəkildə ilgək formasında onu eşirik. Və sonra onların uclarını aralayırıq. Uclarını araladıktan sonra onları kəlbətin vasitəsilə sıxıb halqa formasına gətiririk. Əvvəlcə məftilin bir ucunu əli ilə səliqəli eşirik,
Ondan sonra isə çəkic vasitəsilə yastılayırıq. Və balıq qulağında dril vasitəsilə balıq qulağının üst hissəsində 2, alt hissəsində 3 deşik açırıq. Və deşiklərə sapı keçirib 2 ədəd mavi rəngli kiçik şüşə muncuğu, göz muncuğu asırıq. Və balıq qulağının üst deşiklərində sapları, hansı ki məftilin burulmuş uclarına bağlayırıq. Orta deşiyinə isə qırmızı rəngli qotaz bağlayırıq.